Bismillahirrahmanirrahim. Əziz müsəlman bacı və qardaşlarım, qısa da olsa sizə əhl-i-sünnə, salih sələflərin, Peyğəmbərimiz Muhammed s.ə.v-in əhl-i beytinə qarşı olan münasibəti, Peyğəmbər s.ə.v-in əhl-i beytini sevmələri və onlara olan hörməti barəsində qısa da olsa xatırlamaq etmək istəyirəm. Bilin ki, tarix boyu Peyğəmbər Muhammed s.ə.v-dən sonra, 4 Rəşidi xəlifəsindən sonra bu batil firqələr, batil məhzəblərin ortaya çıxmasıyla daima əhl-i sünnətə, salih sələflərə böhtanlar atılmış və onlara cürbəcür yalanlar nisbət edilmişdir. Bu böhtanlardan, bu yalanlardan biri də rafizlər tərəfindən, yəni batil inanc, batil əqidə sahibləri olan rafizlər tərəfindən əhl-i sünnətə atılan böhtanlardan biri də güya əhl-i sünnə, salih sələflər Peyğəmbər s.ə.v əhl-i beytini sevmirlər, ona hörmət etmirlər. Vallahi, billahi, tallahi, bilin ki, əziz müsəlmanlar, bu yalandan və xəbis niyyətdən başqa bir şey deyildir. Çünki tarix boyu rafizlərin İslama vurduğu zərbəni heç yahudi və xaçpərəstlər də vurmuyorlar. Ona görə İmam Buxari rahiməhullah deyirdi ki, mən yahudi və xaçpərəstin arxasında namaz qılaram, amma bir rafizin arxasında namaz qılmaram heç vaxt. Çünki tarix boyu bütün alimlər, istər sünni alimləri, istər əhl-i sünnə, sələf alimləri, onlar həmişə iddia etmişdilər ki, rafizlər kimi yalancı bir kimsə görmədik biz. Həqiqətən də onlar yalancıdırlar. Və bu yalan da onların əqidələrində təqiyyə olaraq göstərilir. Bilin ki, Peyğəmbər s.ə.v-in əhl-i beytini sələflər daima seviblər, daima hörmət edilir. Allah və Rasulunun onlara verdiyi dəyəri, qiyməti, əhl-i sünnət, salih sələflər Allah və Rasulunun verdiyi dəyəri, qiyməti vermişlər Peyğəmbər s.ə.v-in əhl-i beytinə. Rafizlər isə Peyğəmbər s.ə.v-in əhl-i beytini sevirlərmiş kimi özlərinə bir sevgi, yalancı bir sevgi yaratmışlar, formalaşdırmışlar ki, güya bunlar Peyğəmbər s.ə.v əhl-i beytini sevirlər. Amma vallahi onlar Peyğəmbər s.ə.v əhl-i beytini sevmirlər. Məsələn, bilirsiniz ki, əhl-i sünnə etiqad edir ki, Peyğəmbər s.ə.v-in əhl-i beyti Peyğəmbər s.ə.v-in zövcələridir birinci növbədə. Bunu hər bir sünnə əhli bilir. Hər bir sünnə əhli bilir ki, Peyğəmbər s.ə.v-in əhl-i beyti birinci onun zövcələridir. Vallahi bir dənə rafizi tapmazsan ki, bu məsələdə səninlə mübahisə etməsin. Görün, necə qəlbləri xəbis, necə qəlbləri qaradır ki, onlar səninlə mübahisə edirlər, səninlə mübarizə edir ki, yox, Peyğəmbər s.ə.v-in zövcələri əhl-i beytdən deyildir. Və bu ilə səninlə mübahisə edir ki, yox, Peyğəmbər s.ə.v-in zövcələri əhl-i beytdən deyildir. Yaxşı, onda hanı rafizlərin əhl-i beyt sevgisi? Bu ümumi şəkildə Peyğəmbər s.ə.v-in zövcələrinə qarşı olan münasibət. Bəs xüsusi Ayşə radiyallahu anh, möminlərin anası, Peyğəmbər s.ə.v-in zövcəsi, Rasulullah s.ə.v-in ən çox sevdiyi zövcəsi, Peyğəmbər s.ə.v-in Allah Teala Quran-ı Kərimdə buyurduğu kimi Əhzab surəsi 6-cı ayəsində möminlərin anası Ayşəyə qarşı olan münasibət. Bir dənə rafizi tapmazsan ki, Ayşə radiyallahu anhə sevsin. Bir dənə rafizi tapmazsan ki, öz övladına Ayşə radiyallahu anhənin adını versin. Mümkün deyil. İranın özündə belə bir dənə Ayşə adında bir insan yoxdur. Hətta məhərrəmlik ayında gör nə qədər xəbis niyyətlilər, qəlbləri gör nə qədər qaradır ki, gəlib ki, qara qoyun gətirirlər, qara rəngdə olan qoyun və adını Ayşə qoyurlar. Ayşə qoyurlar və deyir ki, hərəsi əlinə bir çubuq alır və o çubuqla vura-vura həmin o qoyunu edir, öldürürlər. Bu onların xəbis niyyətləridir. Bu onların əhl-i beyt sevgisini iddia etmələridir. Subhanallah, əhl-i beyt sevgisi. Onlar tarix boyu Peyğəmbər s.ə.v-in əhl-i beytinə qarşı düşmən olurlar. Ömərə, Əbu Bakra, Osmana qarşı onların münasibəti. Əhl-i sünnə, salih sələflər Əbu Bakr, Öməri, Osmanı sevir.
Peyğəmbər s.ə.v-in ən gözəl sahabələri, ən fəzilətli sahabələr olduqları üçün onlara hörmət edir. Ya, baxın, görün, hansı rafizi Peyğəmbər s.ə.v-in bu sahabələrini sevir? Abu Bakr, Öməri, Osmanı. Bir dənə rafizi tapmazsan ki, övladına Abu Bakrın, Ömərin, Osmanın adını qoysun. Mümkün deyil. Ömərin adını eşidəndə bu rafizlərin bədəninə qaşınma düşür. O Peyğəmbər sallallahu əleyhi və səlləmin Ömərin fəziləti barəsində buyurduğu bir fəzilət var. Deyir ki, ey Ömər, şeytan səni deyir, görsə ki, sən bu yolla gəlirsən, o yolunu dəyişər, qaçar o yoldan. Ki, səninlə üzbəüz qarşılaşmasın, deyir. Bax, bu rafizlər həmin o şeytanın misalındadılar. Ömərin adını eşidəndə qaçırlar. Bədənlərinə qaşınma düşür. Çünki onların köklərini kesib, farsları qırıb, bütün varlarını, dövlətlərini paylayıb kasıblara. Ona görə bir dənə rafizi tapmazsan, İranın özündə bir dənə tapmazsan Ömər adında, Abu Bakr adında, Osman adında. Hanı Peyğəmbər s.ə.v sahabələrin, əhl-i beytin olan sevgi? Amma baxın, əksini, əhl-i sünnətə baxın, hər ailədə ən azı Həsənindən, Hüseyin, Əli radiyallahu anh adı var övladlarında. Bax, sevgi budur. Bax, sevgi budur. Sevgiyə münasibət, nümunə Peyğəmbər s.ə.v əhl-i beytinin sevgisinə. Vallahi, Buxarisindən tutmuş, Müslümindən, Əbu Davuddan, Tirmizindən, Nəsai, İbn Məcə, İmam Əhməd, bütün bu hədis kitablarını götür, ən axırıncı cilddə Fədail Əshab, sahabələrin fəziləti, bir dənə kitab açıblar. Açırsan kitabı, Əbu Bakrın fəziləti, hədislər dolu. Ömər, Osman, İdai Zəngəri Peyğəmbər əhl-i beyti, Əli radiyallahu anhın fəziləti, Həsənin fəziləti, Hüseynin fəziləti, Fatimənin fəziləti. Subhanallah, Peyğəmbər s.ə.v-in əhl-i beytini sevməyə dəlil deyil bu. Dəlil deyil bu, dəlildir. Bilin ki, əziz müsəlmanlar, onlar iddia etdikləri kimi deyildir. Onlar iddia edirlər ki, əhl-i beyti sevirlər. Amma vallahi onlarda əhl-i beyti qarşı sevgi yoxdur. Əhl-i beyti əsl sevən, ona hörmət edən, onun dəyərini Allah və Rasulun verdiyi kimi saxlayan əhl-i sünnətdir, salih sələflərdir. Bu qısa olaraq bir xatırlama idi. Ki, bilin ki, Peyğəmbər s.ə.v-in əhl-i beyti sevgisi əhl-i sünnətin qəlbindədir. Öz yeri var. Subhanəkə Allahumma və bihəmdik. Əşhədu ən lə əntə əstəğfiruka və etûbu ileyk. İxlasla.com saytı tərəfindən təqdim olundu.